Salam, hörmətli abituriyentlər. Ağqoyunlu dövlət haqqında danışacağıq. Əvvəlcə gəlin görək, Ağqoyunlu Tayfa İttifaqını kim yaradıb, bəyliyini və dövlətin əsasını kim qoyub? Ağqoyunlu Tayfa İttifaqının əsasını qoyan 14-cü yüzillikdə Van gölünün qərbində Pəhləvan bəydir. Mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyini yaradan Qarayuluq Osman bəydir. Paytaxtı Təbriz olan Ağqoyunlu dövlətini yaradan isə Həsən bəy, Bayandurlu, Uzun Həsən və ya Həsən Padşahdır. Ağqoyunlular dövlət olmazdan əvvəl hələ bəylik olarkən biz Uzun Həsənin dövründən, Həsən bəyin dövründən danışırıq. Trabzon imperiyası ilə yaxşı münasibətləri var idi və Trabzonla qohum idilər. Lakin Osmanlıların məqsədi Trabzonu ələ keçirmək, işğal etmək idi. Trabzon Ağqoyunluların keçid məntəqəsi idi Qaradənizə və Qaradənizdən də Avropaya. Ona görə Ağqoyunlular üçün Trabzonun yaşaması çox mühüm əhəmiyyət kəsb edirdi. Bu səbəbdən də Ağqoyunlu və Osmanlı münasibətləri kəskinləşir, çünki Osmanlı Trabzonu tutmaq istəyir, Ağqoyunlu isə buna mane ola bilmirdi. Və aralarında 1461-ci ildə Qoyulu Hisar döyüşü baş verir, yoldaşlar. Qoyulu Hisar. Həsən bəyin başçılıq etdiyi Ağqoyunlu qüvvələri ilə 2-ci Məhmətin rəhbərlik etdiyi Osmanlı qoşunları arasında Qoyulu Hisar döyüşü baş verir və bu döyüşdə Ağqoyunlular qələbə qazanırlar. Lakin böyük çətinliklə qazanmışdılar qələbəni və növbəti qələbəyə inanmırdılar. Ona görə də bu döyüşdən sonra Həsən bəy anası Sarı xatunun başçılığı ilə diplomatik nümayəndə heyəti göndərir Osmanlıya, Məhmədlə görüşə və anasının qarşısına iki vəzifə qoyur ki, ana, danışıqlarda bu iki məsələni həll eləyin. Birincisi, Osmanlı bizlə müharibə aparmasın, sülh əldə eləyək, davam elətdirməyək də bu müharibəni. Heç kəsə bunun bir xeyri yoxdur. 2. Trabzonu işğal etmək fikrindən daşınsın. Məhməd də cavabında deyir ki, mən razıyam, mən sizlə, yəni Ağqoyunlularla, Ağqoyunlu bəyliyi ilə bir problem yaşamaq istəmirəm, sülh olsun aramızda, amma Trabzonu tutacağam. Və elə də olur, 1461-ci ildə 2-ci Məhmədin Trabzonu tutması ilə Ağqoyunluların da Qaradənizə çıxışı bağlanır. Artıq bu bölgə Osmanlı torpağıdır və Osmanlı istədiyi qədər vergi qoya bilər. Ağqoyunlular bundan sonra şərqə yönəlirlər. 1467-ci ildə Muş döyüşü baş verir və Muş döyüşündə Qaraqoyunluları məğlub edirlər. Və 1468-ci ildə də Ağqoyunlu dövlətini yaradırlar. Bundan sonra Həsən bəy olur Həsən Padşah. Bəs Həsən Padşahın dövründə hansı yenilikləri görürük? O padşah titulu ilə yanaşı sultan titulunu da qəbul eləyir. Hərbi yarımköçmə tayfaları, feodal əyanları mərkəzi hakimiyyətə tabe etmək üçün mübarizəyə başlayır. Nizami ordu yaradır. Odlu silah yaratmağa təşəbbüs edir. Odlu silah yarada bilmir. Qanunnamə hazırladır. Salari hökümdarı Mərzban ibn Məhəmməddən oxşardır. Quranı türk dilinə tərcümə etdirir. 1468-ci ildə Teymur Əbu Səidi məğlub eləyir. Əbu Səid həmin döyüşdə öldürülür. Və Trabzon torpaqlarını geri almağı qarşısına məqsəd qoyur. Bu nə deməkdir? Bu deməkdir ki, Osmanlı ilə hələ görüləcək çox iş var. Bu məqsədlə Venesiya, Polşa, Macaristan, Neapol, Kipr kimi dövlətlərlə Osmanlı əleyhinə diplomatik münasibətlər yaradır. Və keçirik döyüşlərə. 1472-ci il Beyşəhir döyüşündə Ağqoyunlular Osmanlılara məğlub olur. 1473-cün Malatya döyüşündə isə Ağqoyunlular qələbə qazanırlar. 1473-cü il yenə də Otluq Beli döyüşündə Ağqoyunlular yenə məğlub olurlar. Və başa düşürlər ki, Osmanlı ilə bu müharibələrin ardı arası kəsilməz, qələbə də çətindir. 1474-cü ildə Həsənin oğlu Uğurlu Məhəmməd qiyam qaldırır atasına qarşı, qiyamın qarşısı alınır, Uğurlu Məhəmməd qaçır Məhmədin yanına. Ərdəbil hakimliyi, Qızıl Ordu, Şirvanşahlarla Ağqoyunluların dostluq münasibətlərini görürük Həsən Padşahın dövründə. Bir də 1477-ci ildə Gürcüstana uğurlu yürüşü var və Şərqi Gürcüstan Ağqoyunlu dövlətinə birləşdirilir bu yürüşdən sonra. Həsən Padşahdan sonra Yaqub Padşah keçir hakimiyyətə. 1478-1490-cı illərdə hakimiyyətdə olur. Əsas diqqətini daxili sabitliyin qorunub saxlanmasına,
qiyam və çıxışların yatırılmasına yönəldir. Osmanlı Sultanı II Bəyazitlə dostluq münasibətləri saxlayır. Baxın, Həsən padşahın dövründə Osmanlılarla döyüşlər görürük. Hansı döyüşlər idi bu? Qoyulu Hisar, onda Həsən padşah deyildi, Ağqoyunlu bəylik. Baxın, bir də yazıram, 1461. 1472 Beyşehir, 1473 Malatya, 1400 yenə də 73 Otluqbeli. 10 gün arası var bu döyüşlərin. Malatya döyüşü avqustun 1-də olub, Otluqbeli avqustun 11-də. Və bu döyüşlərdə bəzilərində Osmanlılar, bəzilərində isə Ağqoyunlular qələbə qazanıblar. Adətən mən yaxşı yadda saxlamaq üçün belə deyirəm. Hansında A hərfi varsa, həmin döyüşlərdə Ağqoyunlular qələbə qazanıb. Qoyulu Hisar və Malatya A hərfi olanlarda Ağqoyunlular qələbə qazanır. Amma Yaqubun dövründə biz görürük ki, Osmanlılarla dostluq münasibətləri saxlanılır. Uşaqlar çox vaxt fokuslanırlar bu döyüşlərə, deyirlər ki, elə bilirlər ki, elə Ağqoyunlularla Osmanlı həmişə qırışıb bir-biri ilə. Amma Bəyazıdin dövründə dostluq münasibətləri var. Şirvanşahlarla da dostluq münasibətləri davam etdirilir. Səfəvilərlə isə dostluq və müttəfiqlik münasibətləri pozulur Həsən padşahdan sonra. Şahdağ döyüşü olur 1488-ci ildə Şirvanşahlarla Ərdəbillilər arasında və həmin döyüşdə Yaqub padşah Şirvanşahlara hərbi yardım eləyir Ərdəbilə qarşı və Ərdəbil hakimliyini, mülklərini müsadirə eləyir. Həsənin dövründə bunlar qohum idilər. Həsəndən sonra isə münasibətlər pisləşir. Elə bil ki, ata tərəfindən ana tərəf bir-birini qırır. Kimin ata tərəfindən ana tərəfi bir-birini qırır? Gələcək Şah İsmailin. Çünki Şah İsmail Həsənin nəvəsi sayılır, qızının oğludur. Şah İsmailin ata tərəfi də Ərdəbillilərdir. Baysunquru görürük 92-ci ildə hakimiyyətə gəlişini. Hakimiyyətə gəlir, elə həmin ildə Rüstəm tərəfindən hakimiyyətdən devrilir. Rüstəm Mirzənin hakimiyyəti 92-97-ci illərdir. Bərdə döyüşündə Baysunquru məğlub edib hakimiyyətə gəlir. Çoxlu soyurqal paylayır öz tərəfdarlarını çoxaltsın deyənə, amma bu siyasəti uğursuz olur. Səfəvilərin çox böyük hörməti var idi. Bu Səfəvilərlə Ərdəbil hakimliyinə münasibətləri sahmana salır. 92-ci ildə Sultanəlini həbsdən azad eləyir və onun gücündən rəqiblərinə qarşı istifadə eləyir. Rəqiblərini əzir, mövqeyini gücləndirir. Ondan sonra yenə Ərdəbillə münasibətləri koruyurlar. 1494-cü il Şəməsi döyüşündə Sultanəlini məğlub eləyir və Ərdəbili yenidən tutur. Yəni Səfəvilərdən istifadə eləyirlər. Bir sözlə, o saf bir insanın saflığından istifadə eləyərsən. Bax, bu eynən ona bənzəyir. Sultanəli kim idi? İsmailin böyük qardaşı. Baxın, Yaqubun dövründə ki, biz deyirik ya, 1488 Şahdağ döyüşündə Şirvanşahlara kömək elədilər. Həmin döyüşdə İsmailin atası Heydər öldürülür. Rüstəm Mirzə tərəfindən 1494-cü il Şəməsi döyüşündə İsmailin böyük qardaşı Sultanəli öldürülür. 1497-ci ildə Əhməd hökmdar olur. Əhməd bilirsiniz kimdir? Həsən padşaha qarşı oğlu Uğurlu Məhəmməd qiyam qaldırmışdı. Qaçmışdı Mehmetin yanına. Mehmetin qızı ilə evlənmişdi və oğlu olmuşdu Əhməd. Həmin Əhməddir bu Əhməd. Və o gəlir hakimiyyətə. Yəni bir babası 2-ci Mehmetdir, bir babası da Həsən padşahdır. Təsəvvür elə, atavın atası Həsən padşahdır, anavın da atası 2-ci Mehmetdir. Böyük hörməti var idi. Hamı buna ümid bəsləyirdi. 96-cı ildə Rüstəmi məğlub edib hakimiyyətə keçir. Şəriətdə olmayan 20-dən çox vergini ləğv eləyir, əhalinin deməli razılığını qazanmaq üçün. Soyurqalı isə məhdudlaşdırır. Yəni kimə gəldi soyurqal vermirdi. Osmanlının təcrübəsinə uyğun dövlət idarə etmə sistemi qurmağa çalışmışdı. Amma və lakin biz görürük ki, Əhmədin dövründə də sabitliyi tam şəkildə bərpa etmək mümkün olmur. Və Əhməd 1797-ci ilin sonunda taxtdan salınır. Əhmədin taxta salınmasından sonra 1500-cü ildə artıq biz görürük ki, müharibələr, ara müharibələri gedir və 1500-cü ildə Əbhər sazişi imzalanır. Əbhər sazişi ilə Ağqoyunlu dövləti iki yerə bölünür. Əlvənd Mirzənin başçılıq etdiyi Qızılüzənin qərbi Azərbaycan və Şərq Anadolu Ağqoyunlusu, Muradın başçılıq etdiyi Fars İranı, Kirman, Əcəm İraqı olan Ağqoyunlu. Və gələcəkdə də 1501-ci ildə İsmail
Ağqoyunluğun 1-ci qoluna, 1503-cü ildə isə İsmayıl Ağqoyunluğun 2-ci qoluna son qoyacaq və Ağqoyunlular tamamilə tarixə qovuşacaq. Ağqoyunlu mövzusu haqqında qısa, lakonik bir video dərs hazırlamağa çalışdım. Ümid edirik ki, bu sizin üçün faydalı oldu. İndi isə vəsaitimizdən dərsimizi öyrənək. Hər birinizə uğurlar və təşəkkürlər. Sağ olun.